Salam, hər vaxtınız xeyir uşaqlar. Bu günlərim sizinlə qarışıq mövzu suallarına istədim bir yerdə baxaq. 8-ci sual. Bunun nəyi yaxşıdır sizə uşaqlar? Həm təkrar eləmiş olursunuz köhnə mövzuları, yenidən yadınıza salırsınız və sınaqlarda daha çox qarşınıza çıxacaq tipli suallardır bu suallar. 8-ci sual. Genitive case, possessive case ikisi də eyni mənanı verir və yiyəlik hal deməkdir. Birincidə is collectingdir, davam edici zamandır, yiyəlik sayılmır. Apostrof s isim gəlməlidir. Bəli, Tom's hobby, Tomun hobbisi. Bu yiyəlik haldır. C variantında got, has gotun qısaldılmışıdır. D variantında is playingdir. Bu da yiyəlik deyil. E variantında where is Tom now? Is'in qısaldılmışıdır. Yiyəlik hal sayılmır. 9-cu sual. Qəşəng tipli sualdır bu sual. Əksər şagirdlərin səhv yazdığı bir sualdır. Deməli, burada nədir? Mrs. Green is Nick's and Mike's mother. Burada Nickə də, Mike'a da biz apostrof s artırmışıqsa, deməli, hərəsinin ayrı-ayrılıqda anası olmalıdır və mother cəmlənməlidir və s qəbul etməlidir. Bu yanlışdır. İkincidə Jack's illness worried us. Burada illness, xəstəliyi. Bax, Jack'in xəstəliyi. Nəyin xəstəliyi? Bəli, bu yiyəlik hal sayılır. Üçüncüdə Nick is arriving tonight. Deməli, burada ing, deməli, izin qısaldılmışıdır və bu yiyəlik hal deyil. Dördüncüdə əvvələ baxırıq. Ted has already'dir. Has already'nin qısaldılmışıdır, yiyəlik deyil. Amma sona qədər gedin. Sona qədər oxuyun. Bakers çörəkçi deməkdir və burada yiyəlik hal sayılır. Sonra 5-cidə this woman cəmlənib və apostrof s-lə düzdür. Deməli, düzgün variantımız oldu. 2, 4, 5 y variantı. 11-ci sualda, deməli, most iki cürdür uşaqlar. Most bir əksər mənasıdır və bir də sifətin üstünlük dərəcəsinin qarşısında gəlir. Əgər sifətin üstünlük dərəcəsinin qarşısındasınız, özündən sonra sifət tələb edir. Əksər mənası olarsa, özündən sonra isim gələr və qarşısında z artiklı gəlməz. Deməli, bizdə burada most people, əksər insanlardır və bunun qarşısında d artiklına gəlməyinə ehtiyac yoxdur və ikinci tərəfdə isə bəli, favorite gəlibdir. Ona görə bunun qarşısında bəli, d artiklına ehtiyacımız var. Düzgün variantımız E variantıdır. 11-ci sualda I saw elephant in zoo. Deməli, pul verib girdiyimiz yerlər deyək də, kino teatrdır, heyvanxanadır, muzeydir. Bunlara pul veririk və bunların qarşısında nə gəlməlidir? Z müəyyənlik artiklı gəlməlidir mütləq şəkildə. Və elephant ilk hərfi site ilə başladığına görə biz bunun qarşısında an elephant deyirik və düzgün variantımız eləyir B variantı. 12-ci sualda he went on, deməli, ekskursiya sözünün expensive holiday. Expensive, deməli, site ilə başlayıb və holiday-ə nə lazımdır? Article. Və bunun qarşısında nə gəlməlidir? An artiklı gəlməlidir. He went on an expensive holiday to Bahamas. Görürsünüz, S ilə bitir. Deməli, sırada adalar qrupudur bu və bunun da qabağında mütləq nə gəlməlidir? Z müəyyənlik artiklı gəlməlidir. Düzgün variantımız E variantı. 13-cü sualda Buckingham Palace placed where King of England. Biz bilirdik ki, tarixi tikililərdən Buckingham Palace, Westminster Abbey, bir də Big Ben. Bunların qarşısında Z müəyyənlik artiklı gəlmir. Qalan tarixi tikililərdə bəli gəlirdi. Və haradakı yer. Hansı yer ki, məlum olan yerdən danışır. Ona görə biz burada Z müəyyənlik artiklı qoyuruq və The King of deyirik də. The King of England. England ölkənin də qabağında Z müəyyənlik artiklı gəlmir. Ona görə düzgün variantımız elədir bizdə. Deməli, bir dəqiqə E variantı. 14-cü sualda zamanla bağlıdır. Deməli, when-dən sonra baxırıq. When-dən sonra bitmiş zaman, gələcək zaman gələ bilmir deyə A variantını, C variantını çıxırıq. Və əvvəlki tərəfdəki cümlədəki zamana baxırıq. Will var, zaman göstəricimiz gələcəkdir. Gələcəklə uzlaşır indiki zamanla.
və he-də gəldiyinə görə biz feili nə qəbul etməlidir? Is və is. Finishes. Deməli, when he finished his work. Bəli, düzgün variantımız D variantıdır. Mövzu izahı bu qədər. Ümidvaram ki, sizin üçün faydalı təkrar oldu. Bu qədər, sağ olun, görüşənədək.